Salam ay millət, yeni gəlinlərə özəl çox qəşəng bir tariflə gəlmişəm. Əgər ifritə qaynananız varsa və sizin gördüyünüz hər bir işə qulp qoşursa, bunu hazırlayıb onun gözünə soxa bilərsiniz. Bu şəkildə həm asan, həm də çox qəşəng bir tort alınacaq. Sizə məsləhət görürəm ki, hazırlayasınız və onun gözünə qismən də olsa girə biləsiniz. Verəcəyim reseptə uyğun birə-bir etsəniz, çox qəşəng formada alınacaq. Onu da bildirmək istəyirəm ki, naxışlarına əsasən elə görünür ki, çox əziyyətli tortdur, amma qətiyyən elə deyil. Ona görə də əgər bunu siz görmüsünüzsə, save edin, yaddaşa verin ki, birbaşa özünüz hazırlayasınız, heç kəs görməsin və görən də elə bilsin ki, siz çox əziyyət çəkmisiniz. Mən şəxsən elədim və övə-övə hər yerdə bunu danışdım. Bu tort meyvəli blinçik tortundan çox fərqlənir, çünki bu şokoladdan hazırlanır. Bu məlumatı niyə verdiyimi bilmirəm, çünki sanki bunu görmürsünüz şokoladdan olduğunu. Hazırladığım blinçikləri əzişdirdim, çırpışdırdım ki, görəsiniz ki, cırılmayan çox qəşəng bir blinçik hazırlamışam. Birinci qatı bu şəkildə qoyuram. Üstünə dəmir listlə keçirəm ki, kənarlarındakı artıqları götürüm. Yine bir dənə blinçik qoyuram. Taxta işlənməmiş şişdən istifadə edib ona iz qoyuram. Çalışın ki, işlənməmiş şiş olsun, yoxsa quyruğu iyi verəcək işte qədirdə. Bu şəkildə bütün qatlarını hazırlayıb üstünə isə kakao tozu əlavə edə bilərsiniz.